Çiə toxumunun ümumilikdə tərkibində bol miqdarda yağlar var. Kalorisi də çoxdur kalorisi. 450 kaloridən 550 kaloriya qədər. İndi növündən asılıdır çiə toxumunun harda yetişdirilməsindən, tərkibindəki olan yağ miqdarından asılıdır. Ancaq belə baxanda 450 kalori civarındadır 100 qramında. Bunu istifadə edəndə iri xörək qaşığı istifadə edirsiniz. Tərkibində çoxlu yağ var. Ona görə də uzun müddətli sizi tox saxlaya bilər. Yəni karbohidrat azdır, yağları çoxdur. Proteini də yaxşı miqdardadır, zülal da yaxşı miqdardadır. Ümumilikdə superfood adlandırılır. Superfood, yəni tərkibində yağlar çox olduğu üçün, tərkibində A vitamini, E vitamini, müəyyən dərəcədə C vitamini olduğu üçün bizim orqanizmimizə çox yaxşı antioksidant effekt verir və orqanizmimizi şlaqlardan təmizləmək yönündə çox yaxşı təsir göstərir. Yəni bu istiqamətdə bəli istifadə edilə bilər. Arıqlamada da müəyyən dərəcədə istifadə olunur. Dediyim kimi çox yağlıdır. Az miqdarda istifadə edib biraz enerji, çox miqdarda enerji almaq olur. Aldığımız enerjini yağlardan aldığımız üçün də bədənimizdə olan insulin miqdarının normallaşdırılmasına da kömək eləyir. Yəni elə və yaxud da ki, belə çox yaxşı bitkidir, istifadə edilə bilər. Sadəcə düzgün şəkildə istifadə edilməlidir.